Hər vaxtınız xeyir. Bu gün də bir fikir mənim ilişib ağlımda qalıb və onunla bağlı danışmaq istədim. Mənim əzizlərim, 2-3 gün qabaq binanın altındakı müəssisə yandı və bina yandı. İtkilər oldu, ölüm itim oldu və mən 2-3 gündür gözləyirəm ki, görüm bununla bağlı nə olacaq, nəsə baş verəcəkmi? Amma heç nə baş vermədi. Mənə hərdən elə gəlir ki, kiçik məmurlar rəhbərliyə, böyük məmurlara yalan danışırlar. Mənə hərdən elə gəlir ki, onlar öz xeyirlərinə danışırlar. Zaten bir hadisədə üçüncü şəxs olursa, o mütləq və mütləq o iki tərəfin arasında olan söhbəti öz xeyrinə danışacaq və bu yanğından sonra da heç nə baş vermədi. Əlbəttə ki, bugün müasir dövrümüzdə hündür binalar tikilir, hündür mərtəbəli binalar. Bu çox gözəldir, şəhərimiz abadlaşır. Hətta köhnə binaların aşağı mərtəbələri obyekt olur, müəssisələrə çevrilir. Amma gəlin görək, bunun təhlükəsizliyi qorunurmu? Mənim yadıma bir hal düşdü. Bir neçə il bundan əvvəl, elə o da binanın altındadır, köhnə binanın altında. Biz tərəfdə bir şirniyyat dükanı var, mənim əzizlərim və ora uşaqla gedəndə yay vaxtı idi. Mən şirniyyat alanda bunlar içəridən dəmir belə mərtəbəli peçin içindən o dəmiri çıxardıb, içində də isti şirniyyat gətirib qoydular. Yəni oradan çıxardıb gətirəndə mənim qolum yandı, belə qolum toxundu. Onu gətirirdilər, belə iri bir dəmir, mərtəbəli bir dəmir konstruksiya idi. İçində də isti-isti buğlana-buğlana şirniyyat çörək. Onu çıxardanda mənim yanımdan keçdi, qolum dəydi. Mən hiss elədim, yandırır məni. Yaxınlaşdım soyuducuya ki, oradan soyuq bir şey götürüm qoyum, tapmadım. Neysə, oradan biz çıxdıq, gəldik evə. Mən fərqində olmadım, isti-isti hiss eləmədim. Səhər oyandım ki, qolum belə yanıb, köpəşiyib. Və o vaxtda da konsertlər qabağı, isti, yay, konsertlər, çəkilişlər. Mən çox bərbad vəziyyətdəyim, yayda bağlamaq olmur. Belə suluqluyub. Mən məyus oldum, durdum, getdim həmin, yəni rəfiqəm, mən uşaq da götürdüm, getdim həmin yerə. Yaxınlaşdım ki, qardaşım, bu dəmiri yenə burada qoymuşsun. Bu dünən mənim qolumu yandırıb. Qoymayın da bunu bura. Mən cəhənnəm. Mən böyük adamam, amma bu aşağı çox böyük bir konstruksiyaydı. Bu aşa bilər, uşağın üstə düşər, balacanı yandırar. O oğlan, cavan oğlan, mənim üstə qışqır, sən məndən belə danışma, biz eləməmişik, yalan deyir. Mən pərt oldum. Oturdum, dedim, rəhbərliyi gözləyirəm. Və mənim başqa tələbim yox idi, ya, mənim əzizlərim. Mənim bir tələbim vardı ki, bu dəmir böyük konstruksiyanı bura qoymayın. Yəni, uşaqlar gələ bilər, balacalar ola bilər. Mən səndən üzr istəmirəm, pul istəmirəm, heç nə istəmirəm. Mənim tələbim odur ki, bunu bura qoymayın. Məni yandırmışsınız, gör nə gündədir, deyirəm. Rəhbərlik gəlmədi, oğlan məndən kobud, qışqır, bağır, ki... Nəysə, durdum oradan suyu süzülə-süzülə, getdim ərazi üzrə polis bölməsinə. Yaxınlaşdım, deyirəm ki, bəs belə hadisə baş verib də. Polis mənə qayıtdı ki, elə belə xırda şeyə görə elə hər durub gəlsə, daha bizim işimiz dolub da, qutardı bizim işimiz. Dedim, necə yəni qutardı bizim işimiz? Siz nə danışırsınız? Görün, bəlkə orada balaca bir uşağı olardı. Sənin uşağın keçərdi, üstünə düşərdi. Neysə, nə başlayacaq? Şükür, yəni bu bir neçə il əvvəl olub. Artıq Daxili İşlər Nazirliyi çox operativ hər şeyə reaksiya verir. Buna görə mən çox minnətdaram Daxili İşlər Nazirliyinə. Bu bir neçə il əvvəl baş vermiş hadisəni mən danışıram. Və mən ərizə yazdım, deyirəm, mənim ondan başqa bir iddiam yoxdur. Mən istəyirəm ki, o dəmiri ora qoymasınlar. Və bir də adam məndən üzr istəsin. Başqa heç nə istəmirəm. Bu hayküy, dava qırğın nədir ki, mən nə istəyirəm. O məsələ heç necə qaldı, nə oldu, oralarını da bilmirəm. Dalınca getmədim, mənə zəng vuran olmadı. Amma deməyim odur ki, yəni o dəmir rekonstruksiya bugün bir çox yerlərdə var. Bir çox yerlərdə təhlükəsizlik qorunmur. Bir çox obyektlərdə insanın, müştərinin və işçinin təhlükəsizliyi qorunmur. Və buna nəzarət edən qurumlar səhlənkarlıq eləyir. Və buna nəzarət edən qurumlar, o kiçik məmurlar var. O kiçik məmurlar böyük məmurları aldadır. Bilirsiniz niyə deyirəm aldadır? Başqa bir hadisə sizə danışım. 44 günlük müharibədən sonra mən və mənim həmkarım
Biz qazilər, şəhid ailələrinə dəstək olurduq və əlbəttə ki, öz gücümüzə deyildi. Müəyyən tanıdığımız, bildiyimiz iş adamları, şirkətlər onların yolu ilə, onların dəstəyi ilə, Yaşad fonduna təşəkkür edirəm. Və bu ərəfədə bir şəhid, bir qazi, bir qazimizin anası müraciət elədi ki, mən getdim filan icra hakimiyyətinə, mən qapıdan qoymadı, icra məni qolladı filan. Mən çox narahat oldum. Çünki həmin qazinin həyat yoldaşı da gözdən əlili idi. Özü də çox, yəni elə bir vəziyyətdə gəlmişdi ki, sonradan yəni təşəkkür edirəm dəstək olan hər kəsə, dəstək oldum. Məyus oldum. Və biz araşdırma aparanda öyrəndik ki, həmin gün icra hakimi heç işdə olmayıb, ərazidə olub. Yəni idarənin özündə olmayıb həmən vaxt. Və onun qabağına çıxan adam oradakı dayanan, yəni bilmirəm, gözətçiymiş ya kimmiş, get qollayıb onu və deyib ki, tapşırıq verib icra deyir ki, icra heç kimi görmək istəmir, buraxmır. Yəni deməyim odur ki, hərdən o kiçik bir də görürsən, böyük bir nazirliyə girsən, qapıda dayanan security az qalır adamı öldürsün. Hə, qardaş, qurban olum, nazirin qəbuluna gedəndə heç belə eləmir. Nə olub sənə? Niyə öldürürsən özünü? Yəni, hərdən o kiçik məmurlar, aşağı vəzifədə olan insanlar hadisəni ya yuxarılara öz xeyrinə çatdırır və yaxud da çatdırmır. Özü elə puldan zaddan alıb cibinə qoyub məsələni həll eləmək istəyir. Bu çox gözəldir. Qoy hər bir binanın altı, binaların, təzə, köhnə binaların altı əvvəllər SSR dövründə su yığılardı. Yadımdadır, bizdə 5 mərtəbə Atayevin Leningrad layihəli 5 mərtəbəli bina idi. Altına su yığılırdı, siçovlar, krisalar, ağcıqanadın əlindən durmaq olmurdu, nəmişlik olurdu və panel binalardı, beton binalardı, nəmişlik olurdu. Nə gözəl ki, bugün bu nəmişlik yoxdur, siçol krisa yuvası deyil, təmizlənir, səliqə, səhmanla müəyyən obyektlər açılır. Bu həm insanlara faydalıdır ki, əlinin altında olur. Klinika, restoran, market, binanın altı düşdün, aldın, qalxdın. Bu çox gözəldir, bu çox qənaət bəxşdir. Amma gəlin görək, təhlükəsizlik qorunurmu? Bu təhlükəsizliyi nəzarət eləyən qurumlar nəzarət edirmi? Əvvəla mən hər dəfə öz çıxışlarımda söyləyirəm ki, birinci, hər bir insan özü, hər sahibkar özü buna nəzarət eləməlidir. Çünki bu insan həyatıdır. Bu, onun işçisinin və onun müştərisinin həyatıdır. Yəni, bunu birinci sahibkar qorumalıdır. Ola bilər, sahibkar yekəxanalılıq ucbatından qorunmursa, buna nəzarət edən qurum qorumalıdır. Əgər bu da qorunmursa, mənim əzizlərim, onda biz vətəndaşlar vəzifəsindən sui-istifadə eləyən kiçik məmurlara, o aralıqda gəzənlərə, özünü hansısa işin sahibi kimi göstərənlərə biz nəzarət eləməliyik, biz belələrini ifşa eləməliyik. Belələri bizim qalib dövlətimizin, dövlətçiyimizin irəliləməsinə, çiçəklənməsinə mane olanlardır. Ona görə mənim əzizlərim, biz hər birimiz vətəndaş olaraq, hər birimiz bu ölkənin, bu dövlətin insanı olaraq, şəxsiyyəti olaraq, ətrafımızda baş verən hər şeyə nəzarət eləməliyik. Yəni, mən gördüyünüz kimi bir neçə il əvvəl o dəmir rekonstruksiya mənim qolumu yandırdı. Mən o market deyildi, şirniyyat dükanı idi. İlk dəfə idi girirdim və mən bunu dözmədim. Yoxdur. Yəni, ondan sonra mənim o müraciətimdən sonra, şikayətimdən sonra o dəmir rekonstruksiya orada yoxdur. Amma ən azından mən hansısa baş verə biləcək böyük faciənin qabağını aldım. Çünki balaca bir yerdir və çox böyük o dəmir rekonstruksiya aşa bilərdi. Mənim qolumu yandırdısa, balaca uşağı bütöv yandıra bilər. Mən böyüyəm, özümü qoruya bilirəm. Yəni, mən nəyinsə qabağını ala bildim. Ona görə mənim əzizlərim, mən buradan hamınıza müraciət edirəm. Lütfən, özünüz diqqətli olun, özünüzə diqqətli olun, getdiyiniz yerlərə diqqətli olun. Yəni, görürsünüz də mən ilk çıxışımda danışmışdım. YouTube'da ilk video qoyanda mən buna dözməmişdim ki, bir oteldə uşaqlar, ofisiantları, cavan uşaqları sahibkar vəzifəsindən sui-istifadə edib, onları etmədikləri, yəni bu onların işi deyildi. Onlara aid olmayan işə vadar elədiyinə görə o uşaqlar ofisiantlara fəhləlik iş eləmişdi və ona görə o uşaqlar məhv olmuş. Çünki o, onun işi deyil. Hərə öz işini bilsə, hərə öz işi ilə məşğul olsa, mən sizə əmin eləyirəm ki, çox gözəl bir
cəmiyyətimiz olar. Hər kəsən öz nəzarətini öz üzərində, yanındakilərin üzərində artırsa, biz nə gözəl cəmiyyət olarıq. Diqqətli, bir-birinə hörmətli, dəyərli və bir də nə iləsə bağlı. Mən bunu şahid olmuşam, mənim əzizlərim. Yaxınlaşırsan, çox mədəni şəkildə deyirəm ki, məsələn, bax, bu dəmir mənim qolumu yandırıb da, mən sizə xahiş edirəm, bunu buradan yığışdırın. Uşaqlar olar, üstünə aşar, kimisə yenə yandırar, olmasın. Belə bir söz deyəndə elə bil ki, qarşı tərəfə od vurursan. Qışqırır, bağırır. Niyə? Mən səni söymədim, döymədim, təhqir eləmədim. Axı, mən mədəni yanaşdım. Sən məni niyə vadar eləyirsən ki, mən qeyri-mədəni davranım? Sən niyə məni vadar eləyirsən ki, mən qışqır, bağır eləyim? Sən niyə məni vadar eləyirsən ki, mən səndən şikayət eləyim? Əlbəttə ki, mədəni insanları qeyri-mədəni davranmağa vadar eləyən kütbeyinlər də var. Bəli, elə belə kütbeyinlərə qarşı mübarizə aparmaq lazımdır mənim əzizlərim. Bəli. Yəni, biz özümüz ictimai qınağımız olsa, ictimai qınaq. İctimai qınaq kimin nə geyindiyi üçün deyil. İctimai qınaq kimin hardan gəldiyi, nə aldığı, nə maşın sürdüyü üçün deyil. Xeyr, mənim əzizəm, hərənin özü yad var, hər özü bilər. İctimai qınaq, bax, belə şeylər üçündür. İctimai qınaq haqqımıza girənlər, kiminsə haqqını kəsənlər, ona aidiyyatı olmayan peşəyə insanları vadar eləyib işlədənlər üçündür. Ona görə mənim əzizlərim, əziz ictimai, susmaq lazım deyil. Belə halları gördükcə mənə yazın, lütfən mənim YouTube kanalıma abunə olun, bəyənin, paylaşın və hər gün, hər an, hər yerdə rastlaşdığınız hadisələrlə bağlı mənə yazın ki, bu barədə biz ətraflı danışaq. Çünki biz danışmasaq, bəs kim danışacaq? Bu bizim cəmiyyətimizdir, bu bizim dövlətimizdir, bu bizim vətənimizdir. Mən də bir ictimai insan olaraq, mən də bir vətəndaş mövqeyimi ortalığa qoymasam, bəs kim bu mövqeyi ortalığa qoyacaq? Ona görə, əzizlərim, sizə maraqlı olan mövzu olsa mənə yazın. Yazın, işıqlandıraq. Gəlin, ictimai qınağımızı lazım olan yerlərə yönəldək. Gəlin, ictimai qınağımızı bizdən sui istifadə edən insanlara yönəldək. Təşəkkür edirəm, səhifəmi bəyənin, paylaşın. Hələlik.